Azərbaycanlılar sevinlə bugün stadiondan çıxırlar. Qarabağ xalqı şehriçə qazandı oyun. Sağ Azərbaycan İran İran. Sağ Azərbaycan İran bununla biz İsveçrəyanın Federasyonundan sonsuza qədər təşəkkürümüzü bildiririk ki, həmişə millətimizin yanındadır. Əziz dostlarımızın biri də yəni başqa parça açıblar ki, 2 dənə. Nə gözəl, nə gözəl. O gün olsun ki, Güney Azərbaycanımızın istiqlaliyyətini sağ olun, yaşayasın. Mehmet Bey Azər'i də görürük bugün. Mehmet Bey, sözünüz varsa buyurun. Çok güzel futboludur, sevdik, çok güzel geçti. Və siz plakat da açıldı, Sağ Azərbaycan İran. O da daha güzel. Medyada çəkildi geniş şəkildə. Çok güzel. Sağ olun ki, bura gəldiniz. Yağışdı, bilirəm, siz danışa bilərsiniz. Yaşasın Mehmet Bey, sağ olun. Yaşasın Qarabağ! Sağ Azərbaycan İran. İsveçrəyanın Federasyonuna Səttar bəy, Rıza bəydən çox təşəkkür edirik və Sayın Səməd bəy Fərdaş, Güney Azərbaycan İstiqlal Partiyasının təmsilçisi. Sayın Səməd bəy, sözünüz varsa buyurun millətimizə. Təbrik edirəm Qarabağ. Qarabağ 2-2 heçə utdu. Təbrik edirəm bütün Azərbaycan millətini. Parça da açıldı və bununla geniş şəkildə medyada da çəkildi. Buna baxmayaraq ki, polis əngəllədi. Buna görə fikriniz varmı? Urfa'nın qanunlarına görə siyasi məsələlər olmaz bir futbol takımında. Ancaq ki biz sözümüzü dedik. Yetəri qədər sözümüzü dedik. Çox güzel. Sağ olun. Dostlarımız parçanı açıblar və bununla otobusun yanına qədər yürüyürlər. Və mən görürəm ki, İsveçlilər çox maraqlanırlar bu parça ilə. Ola bilər stadionun içində ya Güney Azərbaycanda yasaqlana çəkilməyə, amma Azərbaycanın dəyərli silahdaşları heç zaman susmayıblar. İçəri ya eşi, həmişə milli fəalları dəstəkləyiblər. Necə ki görürsünüz, bu gözəl parça yazılıb və əziz silahdaşlarımız xiyabanda yürüyərək bunu nümayişə qoyublar və bununla səsimizi dünyaya çatdırırlar. Bizi ola bilər susturasınız, bizi media verməyəsiniz. Amma biz kəndi səsimizi elə bu kiçik videolar çəkərək dünyaya çatdıracağıq. Əziz dostlar, necə ki görürsünüz, bizim başqa bir parça da açılıb, Free Political Prisoner of South Azərbaycan. Son günlər tutuklanan və milli fəalların tutuklanması və aclıq aksiyalarının keçməsi həqiqətən hamımızı üzdü və buna baxmayaraq ki, milli fəallar eşikdə, yurt dışında bu gözəl işləri ilə bunların səslərini dünyaya çatdırırlar. Biz bugün İsveçrə şəhərindəyik və parçalar ardı da açılır. Buna baxmayaraq ki, media ola bilər sussun, dünya sussun, BBC, nə bilim bütün medialar sussun. Amma gözəl milli silahdaşlarımız gözəl fikirləri ilə bununla səslərini dünyaya çatdırırlar. Yaşasın Azərbaycan
Və necə ki görürsünüz, millətimiz parçanı açıb və yürüyürlər və bütün milli fəalların səslərini beləncə təriqlə nümayişə qorub və bütün dünyaya çatdırırlar. Və bu milli Güney Azərbaycan və Güney Azərbaycan İstiqlal Partiyasının bayrağı ki, otobüsün önündədir, biz görürük. Əziz silahdaşlarımız çox uzaq yollardan gəliblər və bununla Güney Azərbaycanın səsini dünyaya çatdırırlar. O gün olsun ki, bu bayraqlar öz ana yurdumuzda, öz vətənimizdə dalğalansın. Yaşasın bütün silahdaşlarımız, bütün Azərbaycanımız. Sayın Səttarbəy, bugün gözəl bir takım geçdi içəridə və onunla da gördük Qarabağ 2-3 utdu və çox sevindik. Doğru. Amma buna baxmayaraq dostlarımızın gözəl fikri ilə parça da açıldı və içəridə siyasi tutuqlananlar və gözəl şüaki içəridə dağlanmışdı. Buna baxmayaraq ki, dəfələrcə eşikdə də bu parça açılıb və bugünə qədər davamı var. Açıldı və səsimiz dünyaya çatdırdı. Buna görə fikriniz nədir? Gözəl millətimizə çatdıraq. Mən birinci bugün oynanan bu futbol maçının bizim qazandığımız üçün bütün millətimizi təbrik edirəm. Bu oyun biraz özel bir oyundur. Mən maşında da dedim, İstockholmdan gələndə yolda da dedim, bu takımın, bu komandanın adı Qarabağdır. Qarabağın bizim yaralı yerimizdir. Azərbaycanın əsas yeri işgal olub ermənilərin əlindən. Bugün bu komanda da belə gözəl oynadı və biz də sevindik. Buradan gələn hamıya mən təşəkkür edirəm. Bizim səsimizə səs verdilər, gəldilər və oradan gələn komandamız, Azərbaycandan gələn Qarabağ komandasını tək qoymadılar. Təbii olaraq ürəyimiz dolu Güney Azərbaycanlıdan olan əziz yurttaşlarımız da öz sözlərini də yazdığı şüarlarda göstərdilər. Biz həmişə millətimizin xaricdə səsiyik və onun səsini dünyaya yaymağa, əlimizdən yaymaq üçün dünyada əlimizdən gələni əsirgəməyəcəyik. Sağ olun, siz də bizə eşlik elədiniz, birlikdə gəldik. Çox sağ olun, sevindim, çox sağ olun.